Salam, axşamınız xeyir uşaqlar. Preposition 3-cü bölməsi. Demək, biz 200-ə qədər izahını vermişik. Bu gün isə 200-dən 290-a izahını verməyə çalışacağıq inşallah. 200-cü sualda deyir ki, mən səhər erkəndən durdum, iclasa getdim taksi ilə. Baxırıq ki, səhər tezindən durmaq indən verəcəm, taksini bayından verəcəm. Askdan sonra isə sözünü işlənmədiyinə görə D variantı doğru cavabdır. Ümumiyyətlə, nəqliyyat vasitələri gördüksə ya bay, ya in, ya on. Fərqləri isə odur ki, baydan sonra sözünü article gəlmir, amma indən ondan sonra article gələ bilər. 201-ci sualda isə deyir ki, I wish the future. Mən deyir, elə bir gələcəyi arzuluyuram ki, müharibələrsiz verəcəm biz burada without. For all people, bütün insanlar üçün müharibəsiz, gözəl planetimizdə bir gələcək arzuluyuram. C variantı doğru cavabdır. 202-ci sualda deyir ki, ev sahibi piroqu kəsdi bir neçə dilimlərə və onları verdi dostlara. Gave them to the guests olacaq. Yəni, give something to somebody. Yəni, bu formada olduğuna görə C variantını götürürəm. 203-cü sualda deyir ki, it has been raining almost every day. Cümləyə indiki bitmiş zaman olan kimi mənim o dəqiqə beynimə siqnalı gedir ki, mən burada 100% since falan axtarmalıyam. Yəni, siz də vərdişi belə yaratmağa çalışın. Deyir ki, yağış yağırdı demək olar ki, hər gün ayın başlanğıcından bəri, Y variantı olur. There was a strange expression. Deyir, qəribə bir ifadə var idi onun gözlərində. Gözlərinin harasında olar uşaqlar? Üstündə olmaz, yanında olmaz, içində olar da. Ona görə inlə verəcəm. Heç digərini fikirləşmirəm belə. Amma siz həmişə prepositionda diqqətli olun. Hər iki tərəfini yoxlayın, qoyun, baxın, tərcümə edin, ondan sonra dəqiqləşdirin, götürün. Çünki buna aid bir sual düşəcək və o sualı səhv yazmağınız, yəni tərcümə əsasından bir şeydir. Niyə səhv yazasınız ki? 205-ci sualda deyir ki, the children were already, uşaqlar deyir artıq məktəbdə yağış yağanda. Yəni məktəbdə idilər də, yəni at school verəcəm. 206-da the boy was skiing, deyir oğlan xizək sürürdü. Boğazının ətrafında isti şərfdən təpədən aşağı ya təpədən yuxarı nəsə belə bir şey. Boyun ətrafında mən artıq bilirəm ki, boynun arasında, əmanq arasındadır, boynunun üstündə, boynunun arasında, boynunun üstündə, on his neck back-i də olar. Amma ikinci tərəfə baxıram ki, deyir ki, the boy was skiing down the hill with a warm scarf, isti şərf ilə. Yəni, burada ikinci tərəfə 10 verə bilməyəcəm. Tərcümədə C variantı uyğun gəlir ki, oğlan təpədən aşağı isti şərf ilə, boynunda dolanmış, yəni isti şərf ilə xizək sürürdü. 207-dədir ki, Hossan, ev sahibinin oğlu qaçdı koridora, sonra isə ikinci mərtəbənin pilləkənlərinə. Ya da 2 mərtəbəsi olan pilləkənlərə. Bəzən yazı saxlayın ki, with bizdə olan mənasını verir. Yəni, between burada uyğun gəlməyəcək, about burada uyğun gəlməyəcək. İndi baxıram ki, görək başqa nə verə bilərəm. The Hossan ran from the corridor, koridordan qaçdı, sonra isə pilləkənlərdən aşağı uyğun gəlməyəcək. Then up the stairs to the second floor. Demək deyir ki, oğlan koridor boyunca qaçdı. Then up the stairs to the second floor. Sonra yuxarı mərtəbədən ikinci mərtəbəyə. Yəni C variantı uyğun gəlir. Digərləri over the corridor, koridorun üstündən qaçdı. Yəni digəri də uyğun gəlməyəcək. Yəni 208-ə baxıram. Hans dayanmışdı evin, çalışırdı ki, görsün ki, getsin, yoxsa yox. Evin elə bir ki, qabağında dayanır, mən belə başa düşürəm, qərara verə bilmir ki, içəri girsin, yoxsa yox. In front of near the house olar, amma to go off ola bilməz. Yəni, B variantında da to go on. Yəni, to go on, normaldan go on, davam eləmək deməkdir. Yəni, mənə uyğun gəlməyəcək deyə C-ləri götürürəm. Into the house, into it, yəni içinə bilmirdi, girsin, yoxsa yox. 209. She missed the meeting. O deyir, ailəsində fövqəladə vəziyyətə görə iclası qaçırdı. Görə mənasını verən əlbəttə ki, bizdə due to var. Ona görə D variantını götürəcəm. Baxmayaraq ki, because-dan sonra ümumiyyətlə yazı saxlayın ki, because-dan sonra cümlə gəlməlidir. As-dən sonra cümlə gəlməlidir. Amma due to ilə because of-dan sonra söz və yaxud da söz birləşməsi gəlməlidir. 210 çox sadədir. I am grateful to you for helping me. To, for, D variantı götürəcəm.
I am thankful. To be thankful to somebody for something. To be grateful to somebody for something. Əzbərlənmiş şeylərdir. Deyir ki, mən eşitmişəm a lot. Mən onun haqqında çox eşitmişəm və səbirsizlənirəm ki, yəni onu görüm, nəsə belə bir şey olacaq. I have heard a lot about him. Now I'm looking forward to seeing him. Yəni onu görməyə tələsirəm. Yəni Y variantı olacaq. Y variantı. Yəni onun haqqında. Çünki baxın uşaq, a lot to him olmaz. A lot of him. Seeing at işlənməz. Yəni mənasızdır o birisi variantlara baxmaq. 212-dədir ki, Ted thanks. Burada birthday-də day görürəm. Day olanda 10 verirdim deyə Y variantını gətirəcəm. 213-də deyir ki, yaşlar tears like raindrops, deyir yaşlar yağış damcısı kimi düşdü onun iri gözlərindən yanağına. İri gözlərindən yanağından aşağıya doğru düşdü. Yəni A variantı olacaq tərcümə. Someone pushed a letter. Deyir, kimsə belə məktub itələdi. Qapının üstündə olmayacaq. Out of qapının çölündən, yox, under, yəni otağın qapısının aşağısından kimsə məktub itələdi. Və qaçdı, ran across the large hall to the front door və deyir ki, böyük zaldan qabaq qapıya qaçdı. D variantı olacaq. Çünki qabaq qapı ilə qaçdı, qabaq qapının qaçdı, uyğun gəlmir. Qonaq dayanmışdı qapının qarşısında, at the door olar, bir də in front of the door olar. 1-5. Of, çünki qonaq dayanmışdı qapının olmaz. Qapının arasında among, bilirsiniz, amongdan sonra cəmsim gəlir. Between-lə among arasındakı fərq nədir uşaqlar? Between my friends, mən dostlarım arasındayım. Yəni burada 2 dost nəzərdə tutulur. Amma I am among my friends, mən dostlarım arasındayım. Burada daha çox dost nəzərdə tutulur. 216-da deyir ki, Shah Ismail the first tried to gather different nations. Shah İsmail birinci çalışırdı ki, bütün millətləri yığsın. Under his rule, öz başçılığı altında, around the single ideology, yəni bir tək ideologiya ətrafında, öz başçılığı altında hər kəsi, bütün dövlətləri yığmağa çalışırdı. Digərləri variantlar uyğun gəlmir, çünki burada mənanı tutmaq lazım idi. Tom was different. Different ümumiyyətlə fromla işlənir. Ona görə A və Y arasında qalacağım. To be different from. Deyir ki, Tom digər insanlardan, mən tanıdığım digər insanlardan fərqli idi. I didn't know anyone like him. Mən onun kimi başqasını tanımıram. Yəni, like bilirsiniz ki, həm xoşlamaq, həm də kimi mənası var. My friend had read a lot. Mənim dostum çox oxuyub. Mənim dostum çoxlu fransız şairləri oxuyub da deyə bilərik, a lot of. Ya da a lot about French poets deyə bilərik. Yəni, mənim dostum fransız şairləri haqqında çox oxuyub. And he was going to choose a nice book of poems. Ümumiyyətlə, şeirlər kitabı a book of poems adlanır. Ofla verəcəyik. Ofla verəcəyimizə görə də A variantı qalacaq bizdəki. A lot about French poets. Yəni, dostum fransız şairləri haqqında çox oxuyub və o gedəcək, gözəl bir şeirlər kitabı seçəcək. Borrow fromla işlənir. A variantında görürük, burada borrow var. 220-dədir ki, biz bilirik Britaniya adət-ənənələrinin haqqında hansı ki çox different fromla işlənir. C variantını götürürəm. Qatar çıxdı saat 5-in half past 5, bilirsiniz nə deməkdir? 5-dən yarım saat keçmiş. Düşünün ki, 5 olub və yarım saat keçib. Bu saatı bildirir. Saatlər də ətlə işlənir. Axşam sözü də inlə işləndiyə görə C variantını götürəcəm. Biz bilirik ki, day varsa 10 olmalıdır. Depend onla işlənməlidir deyə D variantı. Joseph dayanmışdı dostunun arxasında. Bir də dostu ilə dayanmışdı. 3-4, bəli, A variantı uyğun gəlir. Digərləri məna cəhətdən uyğun gəlməyəcək. The sun is a star that shines in the sky. Deyir ki, günəş bir ulduzdur ki, sərmada parıldayır. During the day, gün ərzində və gives the earth heat and light. Və yer kürəsinə istilik və işıqlıq verir. Demək, mən burada on the day ola bilmədiyinə görə ikincidə də, mən ona görə Y variantı during the day, gün ərzində deməkdir. 225-ci sualdır ki, on Monday, birinci gün, 10 minutes 7. 7-yə ya 10 dəqiqə qalmış deyəcəm, ya da 7-yə 10 dəqiqə işləmiş. Qalmış olanda ya da saxlayın ki, to olur, işləmiş olanda isə past olur. Mən baxıram ki, burada tularım var. Saat da həmişə ətlə işləndiyinə görə mən C variantını götürəcəm. Gəlin, indi qoyaq tərcümə eləyək. On Monday at
7 minutes to 7, 7-yə 10 dəqiqə qalmışda Mr. Smith Bostondan qayıtdı. Dan, from verəcəm. Please put your signature on the last page of the document. Ümumiyyətlə, nəyinsə, hansısa səhvə nəzərdə durursa, onu həmişə 10 verəcəyik, D variantı. Aha. 227-dir ki, hətta səyahətlərin ən uzunu belə qısa addımdan başlayır. Yəni, düşünürəm ki, even the longest of the journeys start with the shortest step olar. Amma baxaq görə C variantı olsun. Try to start every day. Hər günüvü başda pozitiv bir gülüş ilə üzündə 10 olacaq. Pozitiv gülüş ilə A variantı. Jane'dir yubqa aldı, mənimki. Burada like varsa demək mənimkinə oxşar aldı. Mənimki kimi aldı. Like'ın bilin ki, kim mənası var. Yəni Jane mənimki kimi yubqa aldı, amma onu ağ kofta ilə geyinir. İlə B variantı. To sit on the bench, skameykada oturmaq düzdür. Go in ship. Ship böyük nəqliyyat vasitəsi olduğuna görə inlə işləmir. To keep in touch with-lə olmalıdır. Burada with preposition olmalıdır. Digərləri düzdür. Yəni 2 ilə 3 səhvdir, 1, 4, 5 C variantı doğrudur. Wait for-la işlənir. Səhvdir. Visit-dən sonra da söz önə gəlməz deyə 2, 3, 5, yəni C variantı doğru cavabdır. Go home olur. Uşaqlar home'un qabağında to işlənməz. Weekday-də də day sözü var deyə onunla işlənməlidir. Nəysə 2 ilə 3 çıxır, 1, 4, 5 qalır. Bir də deyirəm go home. To work on weekdays olmalıydı. To work on weekdays. Worry about something olmalıdır. To go on plane, on a plane ya da on the plane. Biz demişik inlə onunla veriləndə orada artikl işlənməlidir. Ona görə 2, 4, 5 qalır. D variantını götürəm. Consist on yox, uşaqlar consist of-la işlənir. Bir də bir dəqiqə to make progress in something düzdür. To give something to somebody olmalıydı deyə. Bu da səhvdir. 2, 3, 5 variantını götürəcəm. Yəni Y variantını. 235-dədir ki, komanda oyunu utdu. 2 ən yaxşı oyuncusunu itirməsinə baxmayaraq B variantını ona görə götürmürəm ki, in spite of olmalıydı. Object into, xeyr, object to something, nəyəsə etiraz eləmək. To go by underground, metro ilə getmək düzdür. To complain with a headache, to go on business. Okay, burada uşaqlar to complain about ilə işlənməlidir deyə 1, 3 səhvdir. Biz götürəcəyik 2, 4, 5, yəni A variantını. Are you going to apologize for the guilt? Bir dəqiqə deyir ki, günahın üçün üzr istəyəcəksən, for which you have already been punished. Hansı ki, sən artıq onun üçün cəzalanmısan. She took her coat. O paltosunu evə daxil olan kimi soyundu. Y variantı. People who lived here, insanlar kim ki burada qədim zamanlarda yaşayırdılar. People who lived here in ancient times led a peaceful life thanks to the unique geography structure of the region. Of olacaq. Deyir ki, bu regionun unikal coğrafi strukturuna təşəkkür edərək insanlar qədim zamanlarda burada yəni rahat həyat yaşamışlar. A lot of people in the world, in the world olur. Dünyadakı çoxlu insanlar learn English as it's taken the position of the world language. Dünya dilinin yəni pozisiyasını tutduğuna görə yəni ingilisini öyrənirlər. İndən of verəcəm. B variant. Tərcümə ilə tapdım. 241-dən Mr. Brown chose the best art school. Deyir ki, Mr. Brown seçmişdi ən yaxşı incəsənət məktəbini oğlu üçün. Uşaqlar spend xərcləmək onunla işləndiyinə görə spend a lot of money, çoxlu pulunu xərcləmişdi on his education. Cavab olacaq A variantı. Daniel uzandı divanda. Neynədim? Gəlin baxağım. Burada görürsünüz zaman var. Zamanlar daha çox for-la işlənər. Ona görə Y variantı. Gəlin bir də baxaq. Daniel lay down on the sofa. Divanda uzanmışdı. In his coat paltosu ilə. And slept for more than an hour. 1 saatdan da çox yatdı orada. Deyir, küçələr flooded, daşmışdı. Güclü qasırğa keçən gecə. Güclü qasırğaya görə də, yəni baxaq, güclü qasırğadan sonra C variantını götürəcəm ki, küçələr daşmışdı. Paul is interested in verəcəm. A lot of books verəcəm burada. Written by English writers. Yəni İngilis yazıçılar tərəfindən yazılan çoxlu kitablar nəsə də var onda da. Demək, interested in-lə işlənəcək.
a lot of olduğuna görə və məchulluq var deyə by verəcəm. Eyni tipi testi. Burada da A variantı olacaq. 246 o açarları qoydu stolun üstünə. Near the window, pəncərənin yanında qonaq otağındakı bəli stolun üstünə qoydu. Tərcümə. We walked, biz gəzdik parkda nahardan sonra və əyləşdik gölün yanında. Nəsə belə bir şey olacaq. Gölə əyləşdik. Bu da of da olmayacaq. Of ancaq yıxılanda, düşəndə. Till tək deməkdir. Between arasında da ona görə B variantını götürəcək. Bir parkın içərisinə gəzdik nahardan sonra və gölün yanında oturduq. 248-də deyir ki, o gizlətdi məktubu sirmənin içində bir neçə kağızın altına ofisdə. A variantı. 249-da dağlara olan səyahətdə during the trip to the mountains, we stopped at a small village for lunch. Deyir ki, dağlara olan səyahət ərzində biz dayandıq bir balaca bir kənddə nahar üçün, abed üçün də. O gülləri qoydu bir vazanın içinə, rəfin üzərində. Yəni baxaq, gülləri vazanın içinə qoyarlar, düzdürmü? She placed the flowers in a vase on the shelf above the fireplace. Fireplace kamindir də, yəni biz buna necə deyirik? Şöminə deyirlər türklər. O alov yanan yerin üzərində, above üzərində deməkdir. Rəfin üstünə qoydu vazanın içində. They moved the old boxes. Onlar bir dəqiqə. Before winter. Gəlin baxalım, qışdan əvvəl. Çünki fikirləşim qış ilə, qışa baxmayaraq, qışın içinə, qışsız, yəni uyğun gəlmir. They moved the old boxes from the attic into the garage, yəni qaraja apardılar qışdan əvvəl. Köhnə qutuları. 252-də deyir ki, there is a beautiful painting hanging on the wall. Divarın üstündə həmişə onunla verilir. Onlar deyir, oturmuşlar sakitcə pəncərənin yanında. Bu ifadə a cup of tea-dir. Ona görə axırda of olmalıdır mütləq. Bunlar çıxdı avtomatik. Onlar əyləşmişdilər pəncərənin yanında bir stəkan çay ilə mənasında olduğuna görə onu götürəcəyik. Deyir ki, şirkət gəlirlərini artırmışdı yeni strategiyaya görə. B variantını götürəcəm. 255-də meşədə gəzdikdən sonra biz skameykada dincəldik. Skameyka həmişə onunla işlənir deyə meşədə gəzdik. Bəli, meşənin içərisinə gəzdikdən sonra to deal with-lə işlənir. To wake up da oyanmaq deməkdir. Ona görə 2-3 variantı düzdür. Turn off söndürmək, take off çıxartmaq. 257-ci suala baxırıq. Depend on düzdür, amma belong to ilə işlənməli idi. Səhvdir. Wake up, oyanmaq deməkdir. 1-3 C variantı doğrudur. O deyir, məktubu qoydu. In her bedroom falan olar. She placed the letter in a box, qutunun içinə qoydu. On the shelf, rəfin üstündəki qutunun içinə qoydu yataq otağında. Biz sakitcə oturduq ağacın altında, çayın yanında. 260-da isə deyir ki, we walked, biz gəzdik, darvaza, bax, baxaq. We walked to the gate on the garden and stopped next to the fountain. Fontan ilə dayandıq, fontanın yanında dayandıq olar. He walked through the gate into the garden and stopped beside. Out of çölünə olmaz, stop to the olmaz. Burada cavab ya A'dır ya da C'dir. We walked through the gate into the garden. Biz deyir darvazanın içərisindən bağa gəzə-gəzə getdik və fontanın yanında dayandıq. C variantı. 261-də pişik tullandı divandan. Bir yerdən tullanıb yerə düşmək, uşaqlar ofla verilir və deyir qaçdı pərdələrin arxasına, stolun altında gizləndi. 262-də onlar sürdülər, sahil boyunca dayandılar balaca bir kafedə və neynədilər? Dənizin yanında və o günəşin sunset, günəşin batışıdır, sunrise günəşin doğuşudur. Yəni günəşin doğuşuna baxdılar. Dənizin altında, dəniz üçün burada bay olar. Demək, gəlin bir də baxaq. They drove along the coast, sahil boyunca sürdülər və dayandılar balaca bir kafedə, və dənizin yanında dayandılar. Bayın çünki yanında mənası da var bu arada. 63. She stayed at home. O evdə qaldı during the storm and read a book by the fire. Və şöminənin yanında
başladı kitab oxumağa. 264-də he leaned, o dir uzandı. Wall looked the window and wait ilə işlənir. Wait həmişə forla işlənir deyə. Deyir, o divarın əksinə uzandı, pəncərədən çölə baxdı və cavab verdi də. 265-də we walk slowly, biz deyir, yavaş-yavaş parkın içindən gəzdik, skamyakanın üstündə oturduq, balaca bir gölməçənin yanında. 266-da isə deyir ki, açarlar gizlədilmişdi xalçanın altında, right by the door, at the end of the hallway. Yəni ki, C variantı olar. Tərcümə eləmək üçün gəlir. Açarlar gizlədilmişdi xalçanın altında. Around, xalçanın ətrafında, xalçanın arasında. Yəni, under the carpet olar da. Rug xalça deməkdir. Pişikdir yatmışdı stolun altında. Next to pəncərənin yanındakı deyir, bu tufan ərzində, gəlin arxadan gələk qabağa doğru da. Pişik tufan ərzində pəncərənin yanında stolun altında yatmışdı. C variantını götürəcəm. 268 biz gəzdik. Lunch. Biz gəzdik çay boyunca körpüyə tərəf nahardan sonra, abeddən sonra. 269 açarlar lampanın yanındakı qapının nə mənasız oldu. Bir də the keys are shelf sözü onunla işlənir. On the shelf behind the door. Qapının arxasındakı rəfdə lampanın yanındadır. Arrive in olanda böyük yerə çatmaqdır. Arrive kiçik yerə çatmaqdır. In the middle of olduğuna görə C variantı. She hid the gift. O hədiyyəni gizlətdi. Çarpayının altında, qutuların arasında, divara yaxın. Divarsız olmaz. Yəni C variantı daha uyğun gəlir. Yəni mən indi ola bilər ki, nəsə bir səhv eləyərəm. Yəni onu siz komment bölməsinə yazsa sevinərəm. Çünki mən tələsik gedirəm. Hərdən beynim yanır. Nəsə bir səhv eləyə bilərəm də. Yəni sizin də diqqətli olmağınızı istəyirəm. 272-də she was late, o gecikmişdi, due to ilə işlənir. Because of oversleeping after a long night of studying. Uzun gecə oxuduqda, yəni uzun gecə oxumasından sonra artıq yatmışdı deyə də görə gecikmişdi. They talked, onlar danışdılar iclas haqqında, nahardan sonra dostları ilə. B variantı. Biz müasir incəsənətin muzeyinə baş çəkdik. Burada un mənasını verdiyinə görə nə var, hansı variantı götürəcəyik? Y variantını götürəcəyik. 275-də isə deyir ki, quşlar uçdu ağacın arxasında. Salam. Rəsul, gir içəri. 275-də isə bizə deyir ki, quşlar uçdu ağacın arxasında. Baxaq görək, ağacın altında. Neysə də burada sunset sözü var. Sunset daha çox ətlə işlənir. Ət sunset. Yəni sunset nə deməkdir? Günəşin batışı da. Günəşin batışının deyə bilmərəm, üstündə deyə bilmərəm, yanında deyə bilmərəm. Ona görə necə verməliyəm mən onu? Bağın üstündə də deyə bilmərəm deyə D variantını götürəcəm ki, quş uçdu ağacın altında, bağda gün batışından əvvəl. 276-dadır ki, mən paltomu çıxartdım. Stula yox, stolun üstünə də çıxartdım yox. Burada deyir ki, mən paltomu qoydum stolun üstünə, pəncərənin yanında parti ərzində. Gəlin baxalım, tərcümə eləyəm. Mən deyir paltomu parti ərzində, yəni parti gedə-gedə də pəncərənin yanındakı stolun üstünə qoydum. 277-də isə deyir ki, it qaçdı həyətə, kolların arasından and of the beach olmaz, çimərliyin, çimərlik ilə, çimərlikdə. Bench skamyaka deməkdir bu arada. The dog ran around the yard, deyir ki, həyətin ətrafında gəzdi, kolluqların arasında və bench skamyakanın altında. B variantını götürürük. 278-də isə deyir ki, he stood, o dayandı. O dayandı pəncərənin yanında, yəni bir stakan çay ilə əlində. Əlində olma in her handdir. Çay ilə with olacaq. Yanında mənasında isə by verəcək. 279-a baxıram. The letter was kept. Deyir ki, məktub saxlanılmışdı. Baxaq görə, məktub saxlanılmışdı. Between the books, kitablar arasında. Yox, demək.
Under the books, kitabların altında, partanın üstündə, qapıya yaxın. Qapıya yaxın partaların üstündəki kitabların altında saxlanmışdı. Wait for-la işlənir. Baxıram ki, heç wait for yoxdur. Onlar gözlədilər avtobus dayanacağında. Avtobus dayanacağı at the bus stop işlənir daha çox. Nun sözü də ətlə işlənir. Gəlin baxan görə elə variant. Elə variant yox imiş. We waited at the bus stop. Biz avtobus dayanacağında gözlədik kitabxananın qarşısında. Nun günortaya dək, until dək deməkdir deyə Y variantını götürəm. 281. Onlar gəzdilər parkın ətrafında səhər yeməyindən sonra. Gəlin baxalım, D variant daha uyğun gəlir. Çünki breakfast sözü ki var, bu after, before, bununla işlənir. Səhər yeməyindən sonra, səhər yeməyindən əvvəl, at breakfast, yəni ancaq bunlarla işlənir də. Nəyəsədir, onlar gəzdilər parkın içərisindən fontana doğru səhər yeməyindən sonra. A variantında at the park, onlar gəzdilər parkda, fontanın üstündə, yox. Onlar gəzdilər parkın içinə, fontanın üzərinə, olmaz. Fontan arasında, bitimindən sonra cəm isim gəlməlidir, digərisi heç uyğun gəlmir. Uşaqlar oynadılar evin içində, yağışdan sonra axşama dək. Öncə Y variantına oxşuyur. Yəni D variantına üzr istəyirəm. Deyir, uşaqlar oynadılar evin arxasında, yağışın arasında. Bitvin arasındadır, iki şeyin arasındadır. Yəni burada yağışdan söhbət gedir. Uşaqlar oynadılar evin içinə, olmaz. Yəni mənə uyğun gəlmir. 283-də isə deyir ki, o yazdı notlarını. Gəlin baxalım. She wrote her notes in the notebook on the last page under the title. Başlıq altında axırıncı səhifəyə notebooka, dəftərinə notlarını yazdı. The shoes were left. Qapılar, ayaqqabılar qoyulmuşdu. Qapının yanına. Under the coat. Next to the umbrella. Gəlin baxın, B variantına oxşadı nəsə. Deyir ki, çətirin yanındakı paltonun altında qapının yanın... Oy, bu nə idi? Çaşdırmaq üçün də əllərindən gələni ediblər. Deyir ki, ayaqqabılar qoyulmuşdu, qapının içinə olmayacaq. Qapının arxasında paltonun üstünədir. Demək, qapının üstünə ayaqqabı qoymazlar. Qapıdan sonra olmayacaq. Ya cavab A-dır, ya da B-dir. Prosta off the umbrella olmayacaq da, elə next to the umbrella, çətirin yanında. Çünki mən bu bir tərəfə versəm off the umbrella, çətirin paltosu, çətirin paltosu olmur axı. 285-də onlar əyləşmişdilər stola olmur həmişə, stolun qarşısında. We sat at the table next to the window for an hour. Zaman olanda for veririk, yəni 1 saatlıq pəncərənin yanındakı stolda əyləşdilər. 286. Since she sat, o qapının yanında çamadan ilə, down sözü ətlə işlənir daha çox. Ya till-lə, until-lə də işlənə bilər, amma off down olmaz, for down olmaz. Yəni till, until nədir? Səhərə dək, sübh çağına dək. Deyir ki, since she sat, deyir ki, o oturmuşdu qapının yanında çamadanı ilə sübh çağına dək. They talk quietly. Onlar çox sakit danışırlar planları haqqında naharda. Kafedə. Belə olar, B variantı. Planları haqqında nahar ərzində danışırlar balaca bir kafedə. Wait for-dan işlənir. He waited for the... station sözü varsa at the station. He waited at the station next to the fountain. O gözlədi vağzalda, fontanın yanında sunset, günəşin batışına qədər. Bəli. Amma deyir, qatar heç vaxt gəlmədi. The painting, baxaq görək, birthday sözü on her birthday olacaq. Baxaq görək, mənə uyğun gəlir. The painting above the fireplace, şöminən üzərindəki şəkil verilmişdi. Given by her grandmother, onun nənəsi tərəfindən verilmişdi ad günündə, düppədüz. 290-da isə deyir ki, after lunch, after walking with her friend olduğuna görə gəmidə baxaq. Before lunch, abeddən əvvəl bazar marketin içərisində gəzdikdən, dostu ilə gəzdikdən sonra o nəhayət ki, istədiyi paltarı ala bildi. Y variantı doğru cavabdır. Uğurlar sizə uşaqlar, yaxşı əzbərləyin və çox çalışın. İnşallah ki, əziyyətiniz itməz.